Deməli, əgər zamanınız azdırsa və yəni bir şəhərə gedəcək zamanınız var, məsələn, sadəcə qayalıqlar və bir böyük gözəl şəhər görmək istəyirsinizsə, normal Ruana getmək kifayət eləyər. Baku Elektrosəhər şousu Planeti Kəşf edək başladı və bugün bu dəfə Fransanı kəşf edirik. Daha dəqiq, Fransanın Normandiya bir bölgəsi var ki, bizim efirdə heç vaxt Normandiya haqqında danışılmayıb və bu da bir tərəfdən maraqlı və ilki olacaq. Qonağımız isə səyahətçi Rozalina Manafovadır. Xoş gəlmisiniz Rozalina. Xoş gördük xanım. İlk öncə soruşum, bəlkə də yeri deyil, bu ad hardandır, kimin şərəfinədir? Anam sağ olsun, biraz İtalyan adını qoymaq istəyir, hələ bildim ki, soruşdum, özünüz İtalyan qızlarına oxşursunuz. Dedim, bəlkə kökünüzdə İtalyan var, İtalyan qanı var. Yox, tam olaraq Azərbaycanlıyam. Ananız da yəqin ki, hansı bir filmdə görüb, Rozalinanı bəyənib, o adı, o xanımı. Bəli, belə bir şey olub. Lap yaxşı, gözəl addır. Təşəkkürlər. Xəyal öz qurdunu öldürəndən sonra o bildirmək qurdunu, onda gəlin keçək artıq Normandiya. Ümumiyyətlə maraqlı seçimdir. Bu sizin səyahət etdiyiniz yəqin ki, yeganə bölgə deyil. Yəni yeganə ölkə də deyil, yəni Fransa. Bəli. Biraz ümumi məlumat verin, nə dərəcədə tez-tez səyahət edirsiniz? Çünki kim üçünsə gələ bilər ki, bu Normandiyada yəqin yaşayan adam olub da, yəni o adam niyə getsin ki filan? Yəni ümumi əvvəlcə bilək sizin səyahətə meyliniz nə dərəcədə böyükdür? Səyahətə meylim sonsuz dərəcədə böyükdür. İl ərzində 3-4 dəfə təxminən səyahət edirəm. Normandiya və bu sizin peşənizlə bağlı yoxsa necə? Yox, sadəcə mənim şəxsi marağımdır və hobbim. Amma özünüz hansı sahədə işləyirsiniz? Marketinq sahəsi. Marketinq. Okay. Görürsünüz, marketoloqlar yaxşıdırlar. Yəni işləri imkan verir ki, ildə 3-4 dəfə biraz da fərasətli marketoloqlara bəli olur. Əslində yaxşıdır. Gedirsiniz, baxırsınız, onlarda necədir vəziyyət və tətbiq edirsiniz burada. Düzdür. Elədir. Buyurun. Deməli necə alınmışdı? 8 il əvvəl ilk dəfə Avropaya səyahət etmişdim. Bu mənim ilk səyahətim idi və planlanmışdı ki, bir ay boyunca bir neçə ölkə gəzəcəm. İlk ölkə də Fransa idi. Amma elə alındı ki, heç hazır deyildim Avropadakı bəzi özəlliklərə və səyahətimin ilk günündə bütün pasportumu və sair şeyləri oğurladılar və elə alındı ki, mən Fransanı tərk edə bilmədim və məcbur oldum bir ay Fransada qalım. Təbii ki də ilk 2 həftə məcbur oldum sözü pis sözdür. Yəni əslində xoşbəxtlikdən mən orada qaldım biraz. Xoşbəxt məcburiyyət yarandı. Və ilk 2 həftə ərzində təbii ki də Parisdə gedə biləcəyim hər yerə getdim, bütün muzeylərə gəzdim. Tək idiniz üzrə? Bəli. İlk solo səyahətim idi və ilk səyahətim idi. Çətin olar onda tək təbii ki qalmaq. Açığı yox. Yox, orada. Yox. Sanki bir xanım üçün harasa birdən-birə gözləmədiyin halda hazırlıqsız tək qalmaq baxımındandır. Yoxsa qovmaqələbə var idi orada? Yox. Yəni əslində tək yaxşıdır da, heç kimə görə sən məcbur olub filan kəsi gözləmirsən, onun belə deyə də vərdişinə uyğunlaşmırsan. Bəs maliyyə tərəfi necə oldu? Yaxşı pul yığmışdım. Maliyyə yaxşıdır. Yox, yəni ki dediniz ki pasportu oğurladılar, pulunuzu oğurlamadılar. Pul üzərində yox idi, bank kartları vardı və bəxtimdən onları oğurlamadılar, pasportlarını oğurladılar. Bu yaxşıdır heç olmasa. Eynən, bank kartı üzərində idi və pulum üzərində qaldı. O olmasaydı, bax onda belə gülməklə bu haqda danışmazdınız, belə gülüşlə danışmazdınız o haqqında. Elədir və yenə də belə məcburiyyət deyəcəm, amma məcburiyyətdən dedim ki, Fransanı kəşf etmək lazımdır və o an qarşıma bir neçə video çıxdı. Başqa travel blogerlər səyahət edirdi Fransada və Normandiya necə getmək olar haqqında danışırdılar və ictimai nəqliyyat istifadə edilir. Qatar, avtobus və s. Kimdə ki maşın var idi, daha uzaq bölgələrə gedə bilirdi və mən düşündüm ki, okey, maşını yoxdur, amma ən azından ictimai nəqliyyatı yoxlaya bilərəm. Deməli, Qatar ilə Le Havre şəhərinə getdim. Tam şimalda yerləşən bir şəhərdir. Və Qatardan sonra 1 saatlıq avtobus səyahəti ilə Etreta qayalıqlarına getdim. Etreta kiçik bir balıqçı bir şəhərdir. Bizim içəri şəhər ölçüsündə kiçik bir şəhərdir. Yəni tam şəhər bizim içəri şəhər boydadır. Biraz çətindir. Əslində balıqçı limanları kimidir və orada hər yerdə şəhərlər olduqca kiçik, kompaktdır. Böyük şəhərlər də var təbii ki də, amma xüsusən belədirlər. Və oranın mənzərələri məni çox özümdən aldı. Çox ecazkar bir görüntülərdir, qayalıqlardır. Hər yer inanılmaz dərəcədə balıq və dəniz məhsulları qoxuyur ki, bölgə zaten bunlar da məşhurdur. İnanılmaz dadlı bir dəniz məhsulları var. Deməli, oraya getdim, amma könlümdə qaldı ki, bəs mən yol boyunca gedərkən maşınla səyahət etmiş olsaydım, istədiyim yerdə dayanardım və bütün mənzərələri doyunca baxardım. Amma qatarla gedəndə yalnız pəncərədən görə bilirsən və oradakı kəndlər o qədər gözəldir ki, çox belə
kinolarda gördüyümüz belə həyalvari Tarixi nağıllardan yəqin ki, aha. eynən, bəli, çox özünə məxsus bir üslubda tikilmiş bir evlərdir. İstəyirdim ki, kaş orada dayana bilsəm, kaş onların hamısına baxa bilsəm, gəzə bilsəm ətrafları. Orada könlümə düşdü ki, bir gün mütləq ki, maşın sürməyi öyrənməliyəm və buraya qayıtmalıyam. Qismət keçən ilə imiş. Deməli 3 il öncə sürücülük vəsiqəmi aldım. İlk sürücülük dənəyimim belə deyək Amerikada oldu. Azərbaycanda öyrəndim, amma Amerikaya sürməyə getdim. Və orada Maraqlıdır ki, cəmaət burada sürür, ömrü boyu deyir ki, nə vaxtsa lazım olar birdən xaricdə. Rozalina xanım isə sırf o fikirlə maşın sürəndə, o arzuna, o xəyalla ki, mən Amerikada sürəcəm, Fransada sürəcəm. Bəli, elə oldu və Amerikada sürəndən sonra düşündüm ki, artıq mənə bu həyatda heç bir şey qorxulu deyil. Amerikada ekstremal oldu biraz, yoxsa necə? Bəli, onların maşın yolları bizimkindən olduqca daha geniş, orta sürət çox daha yüksəkdir və yəni kifayət qədər həyəcanlı bir təcrübə idi, belə deyək, hər tərəfli. Amma Fransada nisbətən bizə bənzərdir, sürət hədləri də bənzərdir, yəni qaydalar və yol qaydaları, hər şey eynidir. Avropa qaydası ilə də belə deyək. Rahat sürə bilirsən. Tək nöqsan gördüyüm məsələn bizdən fərqli olan gecə işıqlandırılmır yollar və bu sürücülük təcrübəsini çox çətinləşdirir. Yəni gecə gedirsənsə ancaq maşın işıqları. Yox, indi bir var kənddə kəsəkdə magistral yollarda da inanın. Böyük yollarda belə işıq yandırılır. Bax, yenə də indi bizi də yolda qulaq asanlar var deyirlər ki, bizdə işıq yanmır. Heyf deyir Avropa. Baxın, Avropada gələn adam deyir ki, orada da işıqları yandırmırlar. Bunu fransızların qənaəti ilə bağlıdır, yoxsa nə ilə bağlıdır? Heç maraqlanmadınız? Niyə? Ki ekologiya ilə bağlıdır, amma bəlkə də qənaətdir məncə, yəni. Ekologiyanı təhlükəsizlikdən üstün bilirlər də, yəni. Maraqlıdır. Aha, buyurun. Normandiya məsələn yuxarı və aşağı hissədən ibarət. Hər ikisini siz kəşf edə bildiniz? Daha çox yuxarı hissədə bilərik. Niyə görə? Deməli, ikinci dəfə ora gedəndən sonra düşündüm ki, dostlarımla getmişdim. Bu dəfə artıq tək deyildiniz. Bu dəfə artıq təkdim. Onlardan öncə də bir neçə dəfə artıq səyahət etmişdim, amma bu ilk dəfə idi ki, maşın tripini planlamışdım. Və deməli biz getdik Parisə, orada bir neçə gün qaldıq və mən onlara dedim ki, bu mənim solo time'ımdır. Sizi qoyuram burada, mən maşın kirayə edirəm və gedirəm. Deməli maşınla çıxdım Parisdən. 3 gün toplam vaxtım var idi Normandiyaya gəzmək üçün. Getdim Rouen şəhərinə. Paytaxtda, böyük bir şəhərdir, çox gözəl bir şəhərdir. Kaş ki öncədən bilsəydim ki, belə gözəldir. Bilərək araşdırmamışdım. Məsələn, nə ilə digər şəhərlərdən fərqlənir? Çünki məsələn az əvvəl biz danışdıq, bu ilin ən gözəl şəhəri Malta seçildi. Mən hətta dedim ki, Rozalina xanımdan soruşaq görək Normandiyanın paytaxtı Rouen şəhəri necə? Gözəldirmi yoxsa yox? Çox gözəldir. Çox gözəldir. Məsələn, bu şəhəri belə sözlərlə ifadə edə bilərsinizmi belə? Bir arxitektura, nələri var? Yəni inanılmaz gözəl gotik üslubda bir arxitekturası var. Çox canlıdır, hərəkətlidir. Yəni hər yerdə bir hərəkət var. Çünki normalda Normandiyada hər yer belə kiçik, kompakt, sakit yaşayış üçün nəzərdə tutulur. Amma Norman çox hərəkətlidir. Rouen daha doğrusu. Və başqa nə deyə bilərəm? Orada bütün dəniz şəhərləri kimi olduğu, dənizə yaxın, suya yaxın olan şəhərlər olduğu kimi orada çox belə, yəni gözəl mətbəxi ilə məşhurdur. Çox dadlı idi orada yedim. Alma bağları var deyəsən, Normandiya ümumiyyətlə alma bağları ilə belə seçilir və dünən bu haqda belə araşdırırdım. Məhz Normandiya üçün deyirlər ki, mətbəx onlarda ikinci yerdədir. Yəni yəqin ki, almanı hər yerə qatırlar, yoxsa yox. Çünki ağlıma alma bağladı. Dedim, yəqin hər gün nəsə alma piroqu bişirilir ya, nə bilim salatlara alma əlavə olunur. Əslində o alma bağları çox epik görünür yoldan keçəndə. Yəni hər yerdə çox özünə məxsus bir gözəl bir yaşıllıq yaradır. Hər yerdə belə gözəl quzular və inəklər və bu alma bağları, yəni Normandiya ümumiyyətlə yəni peyzaj olaraq, yəni bu peyzajdan tanınır. Əsl Instagramlıq yerdə, hə Rozalina? Elədir, həqiqətən də. Və alma ilə bağlı əslində daha çox məşhur olduğunu deyərdim apple pie, yəni alma piroqu. Onu da hər yerdə dondurma ilə servis edirlər. Həqiqətən çox dadlıdır, amma belə deyim ki, qeyri-adi bir şeydir. Yox, yəni hamımızın bildiyi bir şey. Hə, piroq okey, bəs yeməyi, mətbəxi, məsələn nə yeyirdiniz orada, nə sizə maraqlı gəldi, heç vaxt yemədiyiniz bir təam olaraq? Deməli, daha öncə bir çox dəniz məhsullarından çəkinirdim, çünki mənə qəribə gəlirdi, heç ağzımın tamamından deyildi, amma orada yəni özümə yox deyə bilmədim. Hər bir şeyin dadına baxmaq lazımdır dedim və hamısının dadına baxdım. Həqiqətən çox gözəldir. Yəni və gözləntilərimi yəni çox yuxarıya qaldırdı. Yəni ondan sonra artıq hər yerə elə yanaşıram ki, okey, orada yediyim çox gözəl idi. Yəni bəs burdakı necə olacaq məsələn? Və alma ilə dediniz, alma ilə yalnız ördək bildiyimiz, okey, belə sobada ördək yenə olar. Bəli.
onun dadına baxmışdım. O da qəşəng idi. Məsələn, Normandiya populyar turizm istiqaməti deyil, hə? Siz sadəcə oranı kəşf etdiniz. Amma siz danışdıqca və ümumiyyətlə Normandiya haqqında oxuyan hər bir kəs, yəni o da hamıya şamil edilmir. Məncə spesifik bir səyahəti sevən, o sakitliyi, huzuru axtaran, o belə deyək tarixi yerləri görmək istəyənlər üçün Normandiya məncə maraqlı ola bilər. Məsələn, Normandiya gəldiniz, bu tarixi çünki bölgə olduğuna görə hansı məkanları məsləhət görərdiniz ki, insanın belə ruhu dincəlsin, baxsın o binalara, o daşa, o qayaya, o məkana? Əsasən məncə ən gözəl olan Normandiyanın mənzərələridir, qayalıqlarıdır. Yəni belə bizə düzdür, biz dənizə öyrəşmiş insanlarıq burada, amma yəni məhz böyük belə uçurumlar, qayalıqlar falan onlara biraz alışqın deyilik və o mənzərələr həqiqətən çox validecidir. Ondan əlavə olaraq, yəni məsələn Rouen şəhərində inanılmaz gözəl bir kilsə var. Yəni gotik üslubda tikilmiş Notre Dame de Rouen və ümumiyyətlə hər şəhərə uyğun olaraq Notre Dame de falan şəhər məsələn burada Rouen uyğun olaraq orada belə bir kilsə var idi. 8-ci əsrdə təsis olunub və inanılmaz gözəldir. Hər kəsə məsləhət görürəm ora getməyi. Kilsənin adını bir də xatırladım. Notre Dame de Rouen. Bəli, Rouen saboru da belə deyirlər. Bəli. Orada saat da var. Mən baxdım, möhtəşəm bir saat var. Hətta səhv verməmsə deyir, əvvəllər İngiltərədə idi o saat, sonra ora gətirdilər. Saatda yalnız bir əqrəb var. Maraqlıdır ki, bir saat əqrəb, saatı göstərən əqrəb var, amma çox gözəldir deyilən. Yəni mən indi bu radioda bunu ötürmək mümkün deyil, amma yəqin ki, şəkil, videolar mütləq çəkib paylaşmaq lazımdır. Eynən, görənlər yəni onsuz da anlayacaq və elə alınmışdı ki, təsadüfən bazar gününə səhər oraya getmişdim və bazar günü onların özünə məxsus bir prosesiyalar olur, belə tədbirlər olur və o qədər təmtəraqlı idi ki, yəni hər kəs çox fərqli üslubda bir geyimlərdə bəzədilmişdir. Yəni çox xüsusi bir mahnılar çalınırdı. Yəni və çox vahiməli bir görüntü. Bazar günü kilsəyə getmək mənənəsi var deyə, yəqin ki, elə siz elə o momentə düşmüsünüz, məqama düşdünüz. Eyni zamanda yaxşı orada bir dənə baxıram indi görməli yerlərinə. Orada yaxşı bir şəhərin özündə yox, amma qaya var. O dediyiniz qayadır, bilməm yoxsa yox, amma çox qəribə belə formalı qayası da var. Mən də ora getdiniz, B ilə başlayır hərfi. Mən bilmirəm nəsə. Adı qaçırdım, amma qayalara getmisiniz hər halda. Elə Rouendan 1 saat məsafədə elə qayalıqlar yerləşir, Etreta qayalıqları. Ən turistik və ən rahat olan. Etretədə bu səfər Etretədə oradan Etretə. Siz ancaq Rouen şəhərində oldunuz. Normandiyanın başqa şəhərlərində oldunuzmu? Hansı şəhərlərində və Rouenla digərlərinin müqayisədə hansı özəllikləri və üstünlükləri var? Məsələn, Rouen yəqin ki, paytaxt olduğuna görə daha belə dinamikdir, daha belə deyək də insanlar tərəfindən daha kəşf edilib, amma digər şəhərlərində nə var, nələr yoxdur? Deməli, əgər zamanınız azdırsa və yəni bir şəhərə gedər zamanınız var, məsələn, sadəcə qayalıqlar və bir böyük gözəl şəhər görmək istəyirsinizsə, normal Rouen'a getmək kifayət eləyər. Amma biraz daha sakit, daha həzzini ala biləcəyiniz, uzun-uzun hardasa oturub bir qədəh şərab içə biləcəyiniz, nə bilim, nəyisə yeyə biləcəyiniz bir zamanınız qədər varsa, bir neçə gün məsələn. Məsələn, yanlarında kiçik balıqçı limanlarından ibarət şəhərlər var. Bessin şəhərində olmuşdum. Hüssan, yəni əmin deyiləm ki, doğru fransızcada deyirəm, amma Hüssan deyə bir şəhər var, orada da olmuşdum. Hər biri bir-birinə çox bənzəyir. Deyim ki, belə gözəl bir fərqliliklər olacaq, yox. Amma yəni sadəcə gözəl bir zaman keçirmək istəyirsinizsə, yəni gözəl zaman demişkən, Xaylənin sevdiyi mövzuya qayıdım, yemək mövzusu. Bu oranın deyilənə görə məşhur pendiri var. Dada bildinizmi? Camembert pendiri. Bəli. Biraz komandir sözünə oxşayır. Camembert. Nə dərəcədə bəyəndiniz? Əslində çox bəyəndim, çox xoşuma gəlir. Onu fərqli üslublarda, sobalarda bişirirlər, məsələn meyvələrlə və elə sizin çox sevdiyiniz almalarınızla bişirirlər. Armudlar və almalarla, yəni çox özünə məxsus bir dadı var. Yəni şərabla çox gözəl gedir. Məsləhət görürəm. Ümumiyyətlə fransızlar, biz özümüz də onu görmüşük və həm də oxuyuruq. Filmlərdən daha çox fransız filmlərində başqa bir abu-hava var, belə axşam oturub baxlası, belə tam belə istirahət edici. Ümumiyyətlə onlarda yemək mədəniyyəti də bir başqadır. Yəni sakitlə, aramla söhbət edə-də o belə də içdikləri içkinin, şirənin belə dadını, həz anı yaşaya-yaşaya yeyərək, söhbət edərək o adət-ənənə məhz o fransızlara məxsusdur. Bəs Normandiyada oldunuz. O məsələn Paris cəmaatı ilə oranın cəmaatı arasında fərq varmı, yoxsa hamısı elədir? Eyni xarakterə malikdir, eyni vərdişlərə malikdir?
biraz daha rahatdılar, biraz daha Normandlar, da yavaş. belə deyək də onlara. Aha, onlar daha Fransızlar da rahatdılar. Həyatdan zövq alırlar, sözsüz ki, amma onlar bir ekstra zövq alırlar məncə. Məsələn, hansı vərdişləri var? Orada olduğunuz müddətdə hansı tədbirlər keçirilirdi? Onların şahidi oldunuz. Məsələn, bazar günləri okey dediniz ki, məsələn, kilsə mədəniyyəti var. Cəmaət kilsəyə gedir, hazırlaşır. Sonra başqa bayramları varmı? Məsələn, özəl və sizə maraqlı gələn? Məsələn, orada gecələdiyim bir Airbnb var idi. Bir mənzil, bir fransız yaşlı xanımla bir yaşlı ingilis bəy evlənmişdilər. Və onların məsələn mənə danışdığı, yəni bu bölgədə uzun illərdir artıq yaşayırlar. Yəni ən sevdikləri aktivitetlərdən biri, yəni balıqçılıqla məşğul olmaq idi. Və arıçılıqdır. Yəni onu da təəccübləndim ki, arıçılıq, doğrudan nə maraqlıdır. Aha. Amma yəni sonra düşündüm ki, məntiqlidir. Hər yer gül çiçəkdir. Niyə o da var, düzdür. Yəni deməli bunlarla məşğuldular və sadəcə yəni zövq alırlar. Eynən. Yəni heç bir planları yoxdur. Bəs qazancları necədir? Yaxşı, bir çox ölkələr haqqında bizdə qonaqlar danışır ki, məsələn, filan ölkə az qazansa da yerli cəmaət, amma hamısı gülür, hamısı xoşbəxtdir. Yəni rəqs edirlər, nə bilim, belə bunlar da elədir. Hə, həqiqətən də elədir. Yəni əsas işləri nədir onların? Keşke bilsəm, çünki bu gözəl həyatının sirlərini. Onda 3-cü dəfə gedəndə Normandiya bu haqda maraqlı gəldi. Normandiya haqqında danışsaq, bu mövzuya toxunmamaq mümkün deyil. Çünki 2-ci Dünya müharibəsinin əsas məqamlarından biri də o idi ki, deməli ittifaq qoşunları deyilən bir şey var idi. Yəni müxtəlif ölkələrin birlikdə olan qoşunları məhz Normandiya çimərliklərinə çıxaraq, dənizdən gələrək Normandiya çimərliklərinə çıxaraq ondan sonra quru ilə hücuma başladılar və bununla da 2-ci Dünya müharibəsinin Avropa hissəsində belə köklü dəyişiklik oldu və artıq sonda faşist Almaniyası üzərində qələbə gətirib çıxartdı. Bu Normandiya əməliyyatı deyilən bir şey var. Təsəvvür edin ki, bir gün ərzində 156 min insan yəni gəldilər, buradan girdilər və çox böyük hadisələr baş verdi. Bunun hansı bir tarixi bu hadisələrin oradakı yerində muzey şəklindəmi varmı, oldu mu? Siz getdinizmi oraya, baxdınızmı? Bəli, məhz bayaq az öncə adını çəkdiyim ingilis bir yaşlı bir kişi məhz bu əməliyyatlardan sonra oraya gəlmişdi cavan zamanı və orada qalmışdı. O da mənə danışırdı. Məsələn, və bunu hiss eləyəcəksiniz səyahət edərkən hər yerdə. O hadisələrin iştirakçılarından biri idi. Elə anladım ki, bəli, onunla necəsə bir əlaqəsi var idi. Tam olaraq maraqlanmadım çünki bu haqda danışmaq. Neçə yaşı var idi ki? Yəni məncə 80-ə yaxın yaşı var idi. Hə, ola bilər onda gənc idi onda. Onlar o vaxt evlənmişdilər. Yox, bu onların çox sonradan bir evliliyi idi. 50 yaşlarında aşiq oldular və evləndilər. Nə maraqlı, görürsüz, heç vaxt gec deyil, bir daha sübut olunur. Orada buna aid muzeylər çoxdur həqiqətən də. Hər yerdə də misal üçün lövhələr var ki, məsələn, burada filan şey baş verib, filan şey baş verib. Yəni Port Bessin o limanı məhz buna şahid olmuş bir limandır. Yəni o hadisələr orada baş vermişdi. Yəni bununla bağlı bir muzey gəzmək istəsək, kimsə hərbi maraqları varsa, yəni o tərəflərə gedə bilər. Məncə ümumiyyətlə hər tərəfli bir insandırsa, kimdirsə ora gələn, nə olsun ki, indi pendir yeməyə də gedib, nə bilim, Notre Dame'a da baxmaqsa, amma Normandiya gəlmisəsə mütləq ora baxmalısan, çünki ora gəlib sonra da kimsə səndən soruşunda ki, o yerdə oldun yoxsa deyirsən ki, yox, getmədim ora, həvəsim yox idi, məncə düzgün deyil. Mütləq hər kəs ora bir gedib baxmalıdır. Bəs Rozalina xanım, məsələn, getmişik, məsələn, adicə Normandiyanın özünə, okey, Rouen şəhərində. Mən harda qalım? Airbnb-dən evlər kirayə edirəm. Ancaq evlərdə, otel orada yoxdur, fəaliyyət göstərmir. Yəni kiçik otellər, butiklər filan, belə nələr var orada? Bu turistin qalması üçün hansı komfortlu evlər var? Yəni orta büdcəli, yəni belə nə məsləhət? Məsəl üçün mənim qaldığım yerlər orta büdcəli yerlər idi, amma mən məsəl üçün öz təcrübəmdən məsləhət görürəm ki, evləri kirayə eləyəsiniz, çünki çox gözəldirlər həqiqətən. Belə fransız üslubunda apartmentlər, yəni apartamentlər, yəni hər yerdə kaminlər var, gözəl balkonlar var və s. Niyə də yox? Yəni bunu eləmək olar və otellə eyni qiymətədir. Eyni qiymət gəlir. Eynən. Yəni niyə də belə bir yaşam təcrübəsini yaşamayasan deyə. Yəni bununla heç bir problem yoxdur. Bu arada məsələn ən qəribə və yəni çox az insan yaşayan bir yerdə belə qalanda, yəni orada da yəni belə tapırdım, yəni rahatlıqla hardakı qala bilərəm, gecələyə bilərəm. Hətta köhnə
Bir kilsəni artıq yaşayış evinə dönüşdürülmüş bir evdə qalmışdım. Yəni təsadüfən elə alınmışdı və çox maraqlı bir təcrübə idi. Bir cütlük onu almışdı, özünə uyğun olaraq remont falan düzənləmişdilər. Mini otel düzəltdilər. Turistlər üçün ki, gəlsinlər, həm bu belədir ziyarət, həm də qalmaq. Eynən, həm özləri yaşayırlar orada, həm də yəni o elə bir şey bizdə də var, Azərbaycanın rayonlarında, bölgələrində də var. Maraqlıdır, amma biraz adama vahimə gələr, yox? Vahiməli idi həqiqətən də. Yəni bir qeyri-adi bir təcrübədir. Məsələn, mən qala bilməzdim. Düşünərdim ki, keçmişin izləri mənə baxır sanki. Hə? Hələ siz məni ora gecə gələn görsəydiniz, yəni artıq qaranlıq düşmüşdü və mən oranı axtardım. Az öncə dediyim kimi heç bir yerdə işıqlandırma yoxdur. Maşının faraları altında belə bir vahiməli bir tikinti görürəm. Anlayıram ki, kilsəyə bənzər, amma yəni bu mənim evim olmalıdır. Çünki xəritədə göstərir ki, mən burada yaşayıram. Oraymış. Yəni sonradan öyrəndim. Mənə heç kim deməyib ki, mən kilsədə qalacağam gecə. Təhlükəsizdir ora, məsələn. Çox. Heç kimə ilişmir. Sadəcə ruhlar gəzir xəyalə. Gecə vaxtı bilirsən, arqan musiqisi başlayırsan almağa. Da 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 və orada sən qapı öz-özünə açılır, bağlanır. Xəyalə belə təsəvvür edir. Belə oldu yoxsa yox? Gecə belə oldu yoxsa yox? Hamımızın o qapılar açılıb bağlanırdı yoxsa? Elə olurdu. Edirik də və yaxşı söhbət danılır Normandiya haqqında. Fransanın Normandiya bölgəsi və səyahətçi Rozalina Manafova qonağımızdır. Olduqca maraqlı faktları bizə danışır və elə supermarket və market tipli ümumiyyətlə orada marketlər var, orada məsələn alış-veriş üçün. Məsələn bir çox ölkələrdə bu belədir ki, bazar günləri işləmir heç bir. Məsələn aptek, market və yaxud da bəlli bir saata kimidir ki, məsələn 6 oldu və salam. Bura bağlanır. Ümumiyyətlə əl çatandırmı orada məhsullar, ərzaqlar? Gəlin elə bu market sistemindən də danışaq. Əslində əl çatandır, hər bir şeydə var. Sadəcə məsələn siz də dediyiniz kimi bəlli bir saata qədər işləyirlər. İndi böyük şəhərlərdə təbii ki də açıq, gecələri də açıq olan bir yer tapmaq mümkündür. Amma məsələn Normandiyada mən çox çətinlik çəkdim. Əgər hansısa axşam gec qalırdımsa, təxminən saat 8-də, 9-da açıq bir market tapmaq, yəni və yaxud aptek tapmaq çox çətin idi. Məsələn, saat neçədən bağlanır marketlər? Mənə elə gəlir ki, saat 6-dan sonra artıq hər şey bağlanmağa başlayır. Eynən. Yəni və 7-24 işləyir. Məsələn, sadəcə bir dənə yer var və siz gedib onu axtarmalısınız. Və belə çıxır ki, orada onda cəmaət əvvəldən artıq belə bir həftəlik bazarlıqlarını alırlar. Əslində onlar da belə bir həftə niyə edirsən? Yəni axşam belə baxanda bu faciəvi bir şey deyil, öyrəşməyə məsələsidir. Sadəcə biz öyrəşməmişik axı. Bizdə maşallah 24 saat al hər şey, hər şey al axşam 6-ya qədər. Və necə deyirlər, tədarükü gördü. Yəni heç kim, onsuz da əksər hallarda biz axşam saat 9-da 10-da marketə getmirik də. Çox nadir hallarda birdən-birə beynimizə nəsə vurar. Yox, nə danışırsan? Bəzən olur ki, adam evdə məsələn qalırıq. Ürəyimiz nəsə istəyir. Axşam saat 9-dur. Düşürsən, baxırsan hər addım başı maşallah marketlər, supermarketdə doludur. İstədiyin bir şeyi alırsan. Yəni nə danışırsan? Bunun avantajı bir başqadır. Biz Rozalina xanımın Normandiya haqqında danışırıq. Burada doğrudan da tarixi bir şəhərdir, bölgədir. Həm hərbi tarixi olub. Unutmaq lazımdır ki, bura Vikinglərin məkanı olub. Bu da nə dərəcədə burada onların izləri qalıb burada. Necəsə belə bir tarixi yerlər bəlkə muzey şəklində, bəlkə açıq havada muzeylər də olur. Bəzən görsən ki, görmüşəm bəzi yerlərdə məsələn o cəngavər vaxtlarında olan bu döyüşlər falan teatrallaşdırırlar. Belə şeylər orada görmək olurmu, yoxsa siz düşdünüzmü belə şeylərə? Açığı düşmədim, amma bu haqqda çox adam danışır ki, yəni bəs bununla məşhurdur bizim bölgə və s. Yəni bunu sadəcə təəssüf ki, yəni muzey şəklində heç bir şəkildə yəni görmədim. Yəni bəlkə də hansısa şəhərdə var, yəni bunu xüsusi bir şəkildə axtarmaq lazım idi. Amma məsələn elə suvenirlərə və maqnitlərə kimi bir şeylərə baxsınız, hər yerdə balaca vikinglər var. Yəni onun maqnitləri falan. Bəli, burada həqiqətən də vaxtilə buranın əsasını qoyanlar da elə bura köçmüş vikinglər olub. Planeti kəşf etməyə davam. Baku Elektro səhər şousu Planeti kəşf edirik. Maraqlı məkanlardan biri də Normandiyada. Biz Rozalina xanımla bugün Normandiya haqqında danışırıq. Fransanın məşhur bölgəsi. Düzdür, heç də hər bloger, hər səyyah ora getmir. Maraqlıdır ki, Fransada yəni çox adam səyahət eləyir. Parisi, filanı, nə bilim adam var ki, gedir hansısa belə məşhur kurortlara gedir. Amma Normandiya məşhur kurort deyil, sırf kurort deyil. Amma çimərliklər də var orada, düzdür? Var. Nə dərəcədə çimərliklərdən faydalana bildiniz? Mən təəssüf ki, noyabr ayında getmişdim. İlk dəfə gedəndə may idi, ikinci dəfə gedəndə noyabr idi. Sadəcə seyr elədiniz yəni də? Bəli, yəni
Yəni uzaqdan artıq çimən yox idi o da vaxtda. Yox. Yəni kifayət Çox qədər soyuq. sərin bir hava idi. Artıq yəni çimmək üçün heç uyğun deyildi. Amma gəzmək üçün necədir bəs? Noyabr ümumiyyətlə elə bir aydır ki, Təəccübləndirən aydır. Bir də görürsən adı Sweet November kimi tanınsa da, amma heç də hava baxımından bizim zonada, hər halda bizim yarı kürədə bu artıq soyuq dövrdür. Məsələn, Bakıda çətindir o dövrdə gəzmək artıq. Normalcə də necə? Məncə yəni bu kimisə dayandırırsa dayandırmamalıdır. Yəni noyabr ayı kifayət qədər yəni yumşaq keçir onlarda. Yəni belə bərk soyuqlar yoxdur. Yəni Həqiqətən də sweetdir də yəni. elədir. Tək məsələn mənim üzləşdiyim o idi ki, çox bərk yağışın altına düşdüm və o yağışın altında sürməli oldum maşını. Bu biraz çətin bir təcrübə idi, amma onun haricində yəni belə sərin bir havadır, gözəldir. Yəni çiskinli bir yağış var. Məncə məhz maşın kirayə götürdüyünüz üçün sizin üçün o sweet gələcək. Kim ki maşın götürməyəcək, heç sizin kimi qulaqsırın deyir ki, mən orada ayarla gedirdim. Bütün son necə dırnağı kimi yaş oldum amma mən. onun da dadı Maşın bir içində nə var başqa. oturub bağırsan, şık Valideyn onun da dadı bir başqadır. Normalda Nəyin? bir islanmağın. Sonra gəlirsən belə isti bir çay içirsən, alma piroqu ilə. Heç səni görmədim heç vaxt storiyada sanki falan yerdə islandım, elə gözəllik. Heç görmədim səni. Mən bir dəfə olub ki, yağışa düşmüşəm və bunun dadını çıxartmışam. Amma necə? Instagramlıq deyildi, mən o dadı çıxardırdım. O telefonluq artıq halım yox idi. Məncə hələ xanım orada islansa onun çox xoşuna gələcək. Bəli. İnşallah ki bunu yoxlasın görək. Mən hələ ki inanmıram. Görüm bunu İrənim. Bu arada deyim ki, burada da həmçinin yaradıcılığa qalanda burada tək arxitektura yox, həm də Normandiya bilməyənlərə dedi ki, dünyaca məşhur impressionizm kimi bir bədii təsvir incəsənətinin belə təsvir incəsənətin bir qolu olan bir vətənlərindən biri sayılır. Bəli. Rəssamlar filanlar. Bəli, məsələn, muzeylərdə gördüyünüz bütün impressionist, yəni rəsm əsərlərin böyük əksəriyyəti məhz Normandiyada çəkilib. Yəni oradakı peyzajlardan ilhamlanıblar, mənzərələrdən və s. Məsələn, Monetin evi var orada. Claude Monet. Bəli, və sadəcə o, yəni məsələn siz biləsiniz ki, yalnız isti fəsildə fəaliyyət göstərir. Yayda getsəniz, görə biləcəksiniz Normandiyada onu və çox gözəldir. Yəni belə necə deyim, olduqca çoxlu bitkilər, güllər olan bir evdir. Yəni nağıllardan çıxmış kimi bir evdir. Təəssüf ki, mən noyabrda olduğum üçün artıq bağlı idi. Bağlı. Bəli, şəkillərdən ancaq həzz ala bildim. Yanından keçdim ancaq. Bəli, keçdim. Hətta yanına hasarların tərəfindən biraz fırlandım ki, bəlkə orada bir yer var, keçib baxa bilərəm. Amma yox, təəssüf ki, qorunur. Buranın məşhur bir yerlərindən biri də, ikisi də Trouville və Deauville'dir. Bunlar kurort yerlərindən və dilənə görə Fransanın bogeması, siz onda bura gəlirməz. Eşitdiyimə görə elədi. Mən ora hələ ki gəlib çıxa bilmədim. Kasıblar, dırnaq arası. Amma həqiqətən də imkanlı şəxslər ora gedir və hər bir şeyin qiyməti orada bir qədər yüksəkdir. Yəni bunu da gedən nəzərə orada oldunuzmu siz? Olmadım, amma bunu öncədən araşdırmışdım ki, yəni oraya getsəniz. Keçdim ki, mənlik deyil, hə? Düşündüm ki, növbəti səfər. Mont-Saint-Michel bəs baş çəkdiniz, çünki Eiffel qülləsindən sonra ən populyar bir məkandır Fransada. Əlbəttə, çünki ilk dəfə gedəndə məhz buna üzülmüşdüm ki, mən ictimai nəqliyyatla gedirəm deyə, yəni Mont-Saint-Michelə gedə bilməyəcəm. Və əvvəl oraya, yəni yalnız şəxsi maşını olan gedəndə belə gedə bilərdi. Artıq orada bir avtobus açılıb, amma əvvəl elə bir şey yox idi. Və mənim o ürəyimdə qalmışdı 8 il əvvəl və bu dəfə gedəndə məhz ondan ötürü getmişdim ki, yəni bu səfər mən ora gedəcəm. Kifayət qədər rahat bir yoldur. Məsələn, Port-Vestin şəhərindən çıxdım, məhz bu tarixi siz bayaq dediyiniz bu hərbi əməliyyat olan yerdən oradan çıxdım. Oradan 1 saatlıq məsafədə yerləşir. Kifayət qədər rahat bir yoldur. Gəlirsən, maşını parkinqdə qoyursan və orada 2 dənə seçim var. Ya sən piyada gedə bilərsən 30 dəqiqə ərzində həmən bu abadlığa tərəf və yaxud sən avtobusla gedə bilərsən, amma o da yəni təxminən 1-20 dəqiqə zaman alır, çünki çox yavaş gedir. Mən təbii ki də hər kəsə məsləhət görürəm ki, piyada getsin, çünki mənzərə çox gözəldir. Oraya gedən xüsusi bir körpü tikilib. Əvvəl o körpü yox idi. Niyə tikilib? Deməli, saat təxminən 6-dan 7-dən sonra o abadlıq qayalığın üzərində yerləşir və saat 7-dən sonra ora tamamilə su ilə əhatə olunur və əvvəl sən ora gedirdinsə gün orta zamanı, axşam artıq oradan çıxa bilmirdin, məcbur idin qalasan və səhər tezdən suyun çəkilməyini gözləyəsən.
Həm çox gözəl bir mənzərədir, həm də bir qədər təhlükəli idi. Əvvəl ona görə ora çox az adam gəlirdi. Amma artıq onun üçün yəni bir körpü çəkilib, siz rahatlıqla istədiyiniz zamana gedib və çıxa bilirsiniz. Amma mən yenə də məsələn məsləhət görürəm ki, saat 12-yə falan oraya artıq çatmış olasınız ki, həm ətrafları gəzə bilərsiniz, həm o körpüdən aşağı düşüb, yəni ətrafları gəzmək olar. Belə çox gözəl yaşıl bir yaşıllıqlardır və o üzərində misal üçün bizim kinolarda gördüyümüz bu bəmbəyaz belə buludlar kimi bir quzular gəzir və hər yerdədirlər. Çox gözəl bir görüntü yaradır və həqiqətən də şəkildə də gözəl alınır əgər buna marağınız varsa. Yəni və hər istənilən halda yəni hər tərəfdən o abadlığı görmək yəni çox gözəldir. Yəni 8-ci əsrdə təsis olunub Benedikt monarxları tərəfindən. Yəni məsələn oraya kimi gedib çatırsınız. Orada təxminən 2 saat, 3 saat zamanınıza ehtiyacınız var. Yəni çox kiçik bir yerdir. Üzü yuxarı dağa tərəf ilə dırmaşmış kimi olursunuz, amma o qədər də çətin deyil. Hər yerdə pilləkənlər və s. var. Hər tərəf kiçik balaca mağazalar, restoranlardır. Və ən başda, ən yuxarıda o həmin gotik kilsəsi var. Yəni o Benedikt monarxlarının çox gözəl bir kilsədir və çox gözəl bir mənzərələri var. Misal üçün biri var o qayalıqlara baxmaq, kənarda biri də var oradan hiss eləmək və aşağı bəli. Ecazkarlıq və mistikanın tandemi bu həmişə mənə elə gəlir ki, gözəldir. Razalina xanım, tam kəşf etdinizdə Normandiyanı. Yəni bu dəfə həzz aldınız. Bəli, bəli. Yenidən qayıtma fikri var yoxsa? Var, amma bu səfər daha fərqli bölgələrə, Biarritz falan tərəfə getmək istəyirəm. Bəs hal-hazırda məsələn planlaşdırdığınız ölkə haradır? Yəni səfər edəcəyiniz, hazırlaşacağınız? Hal-hazırda Amerika vizam var. Yəni onu ikinci dəfə aldım. Yəni istəyirəm ki, bu səfər başqa bir ştatlara səyahət edim. Sizə yaxşı yol, yaxşı yol. Gedin, keçən, gəzin, bol təəssüratlar və yenidən planetimizə qayıdın. Mən bir sürücü kimi bir dənə qaranlıq məsələ qaldı. Orada nə dərəcədə maşın götürüb siz gördüm ki, siz belə məmnun halda danışırsınız bu haqda ki, yaxşı ki maşın götürdüm falan, yəni sürməyi də bacardım deyə. Maşın götürüb oranı gəzmək daha sərfəlidirmi? Rahatdır, okey, yəqin ki, rahatdır ki, seçmisiniz. Amma nə dərəcədə sərfəlidir? Deməli, belə bir fərqliliklər gördüm. Okey, benzini və s. qoysaq kənara hərclərini. Məsələn, Normandiyanı səyahət edərkən toplam bütün yollar demək olar ki, ödənişlidir və siz hər təxminən bir 5-10 kilometrdən yəni bir ödəniş edirsiniz. Təxminən bir 5 avro miqdarında və toplam bu 3 gün ərzində təxminən 100 avroya yaxın bir ekstra ödənişim çıxdı. Bu xırda-xırda ödənişlər. Yollara pul verdiniz 100 avro. Bəli, bəli. Okey, 200 manat adasan. Bir məbləğ çıxdı. Yəni hər dəfə siz bir 5 avro ödürsüz. Məsləhət görün ki, neçə gün ərzində? 3 gün ərzində. 3 günə. Amma həqiqətən çox maşın sürürdüm, fərqli şəhərlər gedirdim. Və benzinə nə qədər verdiniz o 3 günə? Deməli, nəzərə alsaq ki, benzin ucuz deyil yəqin ki. Xeyr, heç ucuz deyil. Təxminən 60 avro idi full tank və təxminən bir 4 dəfə, 3-4 dəfə doldurdum bunu 3 gün ərzində. 240 tona verdiniz. Hə, belə bir məbləğ çıxdı. Məncə əslində büdcəli turizm sayılmaz bu. Bəli, büdcəli sayılmır. Yəni maşının kirayəsi büdcəli idi, amma ekstra xərclər. Hələ maşının kirayəsi də var 3 gündür. Hələ onu saymadıq. Amma o qədər də yəni qorxulu deyil. Yəni hər büdcəyə maşınlar var və kifayət qədər yaxşı. Ən azı bir 150 avro verdiniz də ona. Bəli. Ən az. Yəni bir 500 avro siz verdiniz nəqliyyata. Sırf nəqliyyata. Düzdür? 500 deməzdim, amma 350-400-ə yaxın bir. 400. Bu da heç də büdcəli bir şey deyil, amma əslində qənaət etmək istəyən məsələn avtobusla da falan gedə bilərdiniz. Bütün bu istiqamətlərdə yəni avtobusda işləyir yəqin ki. Yəni çox rahatlıqla həm qatar, həm avtobus istifadə edə bilərsiniz. Çox punktual işləyirlər. Yəni gecikmək falan yoxdur. Çünki bəzi şəhərlər də deyirlər ki, nə bilim, interval. Sadəcə məsləhət görün ki, məsələn, əgər qayıtmağı düşünürsünüzsə, həmin gün məsələn getdiniz, bir günlük bir tripiniz var və həmin gündə qayıtmaq istəyirsiniz. Məsələn, saat 6-dan sonra bir çox avtobus artıq işləmir. Yəni bunu nəzərə almalısınız ki, yəni avtobus dayanacağında avtoda olmalı. Bax, belə məsələlərə görə də, məsələn, elə yanında da dönən qonağımız da hara idi haqqında danışırdı. 5-ci gün o da danışırdı eləməz İtaliya haqqında danışırdı. Onun da belə nisbətən az tanınan da, yəni paytaxtdan uzaq, kənar bir, amma gözəl təbii ki, məkanlar haqqında, amma yəni orada sırf məsələn avtobusdan falan hər dəfə deyirdi ki, məsələn burada əvvəlcədən bron eləyin, biletləri falan appdan girin, baxın, nə bilim əvvəlcədən alanda daha da münasib falan. Yəni bunlardan hamısından canınız qurtarır da maşını götürəndə. Və bilet fikirləşirsiniz, ay necə qayıdacağıq, ikimizi düşdük, düşmədik, gecikdik, qatardan nə oldu, avtobusda yer olmadı və s. Yəni bütün bunlardan uzaqsınız. Maşınınız bilirsiniz ki, ayağınızın altında maşın var. Bax təbii ki, o rahatlıq çox böyük bir dəyər var.
Belə rahat səyahət sizə Razalina. Əsas o ki, kartı heç vaxt itirməyəsiniz. Əsas Heç odur. vaxt qayıt olunmayasınız, problemlərlə üzləşməyəsiniz. Gedin bir daha xoş gəlmisiniz. Təşəkkür Amma ederim. sizdən yaxşı oldu, gəldiniz. oğurlanan o əşyalar o heç də Normandiya deyildi, düzdür? Yox, yox, o Paris idi və o mənim şəxsi diqqətsizliyimin ucbatında. Ümumiyyətlə Parisdə belə qaretlər olur. Hə, Paris, Madrid, yəni o bəli. mənada turistik bir xaosa çevrilir o şəhər. Elə bir çox megapolislər olduğu kimi. Bəs Normandiyada bununla bağlı vəziyyət necədir? Heç belə bir şey hiss eləmədim. Çox təhlükəsiz gəldi mənə həqiqətən də. Yəni Maşının şüşəsini sındırsınlar, nəsə falan yəni belə. Məsələn, hər yerdə maşını parkinqdə qoyurdum. Açıq parkinqlər çöldə falan saxlaya bilirsən. Onlar da hamısı ödənişlidir təbii ki. Təbii ki də ödənişlidir, amma yəni belə dəhşətli bir ödənişlər deyil. Bu arada ödənişsizləri də var. Yəni hər yer məsələn parkinq deyil, yəni istədiyiniz binanın həyətində saxlaya bilərsiniz və s. Yəni Orada bir fransız demədi ki, tez çıxacaqsınız xanım. Açarı verin də qalsın mən parkovka. burada yer var falan gəlin saxlayın. Bir arxaya ver. Təşəkkür edirik sizə, minnətdaram. Mən təşəkkür edirəm. Çox sağ olun ki, dəvət elədiniz. Sizə yeni Siz sağ olun, maraqlı sağ olun. səyahətlər arzu edirik Çox sağ olun. ki, biz də sizdən maraqlı təəssüratlarınızı eşidək.